Buradakı insanların əksəriyyəti 70 il yaşayıb. 70 il çox görünə bilər. Amma 70 il cəmi 25.570 gün deməkdir. Bir gün 24 saat, 1 saat 60 dəqiqə ilə hesablasaq, bir günümüz 1440 dəqiqə edir. Və 25.570-i 1440 dəqiqəyə vursaq, 36.820.800 dəqiqə yaşayırıq. Hər dəqiqə bir seçim idi. Onlar yaşadılar. Amma bəlkə də çox azı həqiqətən yaşadı. Hər kəsin vaxtı var idi. Sadəcə bəziləri onu necə xərcləyəcəyini bilmədi. Amerikan Psixoloqlar Birliyinə görə insan beyni vaxtı təcrübə sıxlığı ilə ölçür. Yəni nə qədər eyni günləri təkrar şəkildə yaşayırıqsa, həyat o qədər qısa və sürətli keçir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vaxt istifadəsi üzrə tədqiqatlarına görə insanın ömrünün 60%-i avtomatik fəaliyyətlərə gedir. Yəni o anlarda beyin demək olar ki, şüurlu deyil. Həyatın 4%-i isə yalnız öz inkişafına sərf olunur. 70 il yaşayırsan, amma sadəcə 3 il həqiqətən özünü böyüdürsən. Harvard Universitetinin neyroelmlərinə görə beyin vaxtı axın kimi yox, diqqətin sıxlığı kimi qəbul edir. Buna görə yeni öyrəndiyin, hiss etdiyin və düşündüyün anlar beyində uzadılmış zaman təəssüratı yaradır. Başqa sözlə, monoton həyat qısadır. Çünki beyin orada yaşama funksiyasını dayandırır. Amma inkişaf etdiyin hər bir gün vaxtın içində yeni bir iz buraxır. Gəlin sadə hesablayaq. Misal üçün, gündə 30 dəqiqə kitab, idman və ya yeni bir bacarıq öyrənmək ildə 182 saat deməkdir. 70 ilə vuranda bu 12.700 saat edir, yəni ortalama 1 il yarım həyat deməkdir. Bunu Malcolm Gladwell'ın 10.000 saat qaydası nəzəriyyəsinə tətbiq etsək, sən bir sahə üzrə ustalıq səviyyəsinə çatırsan. Yəni, özünə ayırdığın vaxt bərabərdir sənin gələcək dəyərinə. Stanford İnsan Çiçəklənməsi layihəsi nəticələrinə görə insanın dəyəri nə sərvət, nə də titul ilə ölçülür. Əksinə öyrənmə, paylaşma və məqsəd hissi ilə ölçülür. Bu layihə göstərir ki, məqsədli həyat beyində dopamin və serotonin səviyyəsini artırır. Deməli, həyatın uzunluğu sənin nə qədər yaşadığınla deyil, nəyə vaxt ayırdığınla ölçülür. Riyazi baxımdan baxsaq, hamımızda eyni dəqiqələr var. Amma insanın həqiqi dəyəri baxımından fərq vaxtın içini nə ilə doldurduğumuzdan asılıdır. Vaxt keçmir, o yalnız dəyər qazanır və ya itirir. Əgər ömür bir investisisadırsa, bəs biz onu nəyə yatırırıq? Milyonlarla dəqiqə yuxuya, işə, ekranlara, amma çox azı öz ruhumuza gedir. Halbuki insanın dəyəri onun qazandıqları ilə deyil, özünü dəyişdirmə gücü ilə ölçülür. Bəzən 1 il yaşayıb öyrənən, 70 il yaşayanlardan daha çox iz buraxır.